Gəldik 4.2-yə tətbiqi proqram təminatı. Tətbiqi proqram təminatının biz həmçinin tərifini demişdik ki, konkret məsələlərin həlli üçün istifadə olunur. Konkret məsələlərin həlli. Bu proqramlara aiddir Word, Excel, PowerPoint, oyun proqramları, mühasibat proqramları, verilənlər bazı idarəetmə sistemləri və s. İndi baxaq tətbiqi proqramın növlərinə. Tətbiqi proqram özü 4 hissədən ibarətdir. Birincisi ümumi təyinatdır, ikincisi üsul yönlü, üçüncüsü problem yönlü, dördüncüsü isə qlobal kompüter şəbəkələri üçün. Deməli, tətbiqi proqram təminatı neçə hissədən ibarət oldu? 4 hissədən. Ümumi təyinatlı, üsul yönlü, problem yönlü və qlobal kompüter şəbəkələri üçün. Ümumi təyinatda özü də bir neçə hissədən ibarətdir. Mətn redaktorları, mətn prosesorları, elektron cədvəllər, cədvəl prosesorları, qrafik redaktorlar, nəşriyyat sistemləri, lüğət tərcümə proqramları, mühasibat proqramları, VBIS-lər, inteqrallaşdırılmış paketlər, ekspert sistemləri, elektron təqdimat, audio, video oynayıcılar və oyun proqramları. Ümumi təyinatda bu proqramların növləridir və bunların hamısı necə bilməliyik, əzbərə bilməliyik. Gəldik indi isə mətn redaktorlarına. Mətn redaktorları nədir? Mətn prosesorları nədir? Mətn redaktorlarında biz sadəcə mətn daxil edə və onu redaktə edə bilərik. Bu nə deməkdir? Yəni, biz sadəcə mətn üzərində iş görə bilərik. Sözlərin yerini dəyişə bilərik, cümlənin yerini dəyişə bilərik, sadəcə bunu edə bilərik. Biz mətnin formatlaşdırması əməliyyatını mətn redaktorlarında yerinə yetirə bilmirik. Bəs mətnin formatlaşdırması nədir? Sözlərin üzərində etdiyimiz xarici dəyişikliklər. Məsələn, baxın, Word mətn formatlaşdırmasına aiddir. Word proqramı. Niyə? Mən burada yazıram hər hansı bir söz. Yazıram tutaq ki, informatika sözü. İnformatika. Və gəlirəm bu informatika sözünün üzərində dəyişikliklər edirəm. Bolddan yazıram, italik edirəm, altından xətt çəkirəm. Sonra şriftlərin rəngini dəyişirəm bu formada. Gördünmü? Mən artıq bir sözün üzərində formatlama işləri apardım. Formatlama xarici görünüşündə edilən dəyişikliklərdir. Bu aiddir mətn prosesorlarına. Amma bir də var mətn redaktoru. Mətn redaktoru proqramına isə aiddir Notepad proqramı. Çünki Notepad proqramı üzərində biz sadəcə yazı yaza bilirik, qeyd apara bilirik. Başqa heç bir formatlama işi aparmaq mümkün deyildir burada. Sadəcə sən burada söz yazırsan. Bu qədər. Yəni, demək istədiyim odur ki, biz bunu italik və yaxud da ki, şriftin rəngini dəyişə bilmirik. Bu belə. Deməli, biz öyrəndik ki, indi mətn redaktoruna aiddir yalnız Notepad proqramı, amma mətn prosesorlarına isə aiddir Word, Excel, WordPad, Excel nədir? Word, WordPad, WordPerfect, Multedit, Lexicon, Writer, Ami Pro və WordStar. Bunu da bildirim ki, mətn prosesorları formatlaşdırmanı da həyata keçirmək üçün istifadə olunur. Excel elektron cədvəllərə aiddir. Deməli, mətn prosesorlarına nə aid oldu? Word, WordPad, WordPerfect, Multedit, Lexicon, Writer, Ami Pro və WordStar. İndi gəldik Notepad proqramının genişlənməsinə. Notepad proqramının genişlənməsi təxət edir, yalnız ASCII simvollarını özündə saxlayır. WordPad proqramının genişlənməsi isə RTF-dir və əvvəlki versiyalarda digər mətn prosesorla yoğunlaşdırmaq üçündür. Belə deyək də, əgər sizdə kimsə hər hansı bir dokument fayl atırsa, genişlənməsinin .txt yazılıbsa, birinci o Notepad faylıdır. Və yaxud da ki, .rtf yazılıbsa, birinci o WordPad faylıdır. Gələk elektron cədvəllərə. Elektron cədvəllər elektron cədvəllərdə hesablama əməliyyatı yaratmaq üçün istifadə olunur. Elektron cədvəllərə aiddir Excel, Lotus 1, 2, 3, Quattro Pro və SuperCalc proqramları. Gəldi indi isə qrafik redaktorlar. Qrafik redaktorlar şəkil proqramlardır. Şəkil proqramları nələrə aiddir? Paint, CorelDRAW, Photoshop, Adobe Illustrator, Adobe Freehand və s. Gəldim indi isə nəşriyyat sistemlərinə. Nəşriyyat sistemləri mətn və qrafik redaktorların imkanlarını özündə birləşdirirlər. Bunu mütləq bilməliyik. Nəşriyyat sistemləri
nəşrlə bağlıdır, qəzetlərlə bağlıdır və qəzetin üzərində nə olur? Mətnlər olur, şəkillər olur. Deməli, bu o deməkdir ki, nəşr sistemləri mətn və qrafik redaktorların imkanlarını özündə birləşdirir. Bu proqramlara aiddir Adobe firmasının PageMaker, Corel firmasının Ventura Publisher və Quark Express proqramları. Publisher, Page, Express hamısı nəşriyyatla bağlıdır. Gəldik indi isə lüğət və tərcümə proqramlarına. Lüğət proqramları ayrıdır, tərcümə proqramları ayrıdır. Lüğət proqramlarına aiddir Oxford, Cambridge, Style, ABBI Lingo, Polyglot. Amma tərcümə proqramlarına aiddir Denmark, Prompt, Socrates, Babylon, Interserve və Translate proqramları. Yine isə baxırıq mühasibat proqramlarına. Mühasibat proqramlarına aiddir 1C Smart uyum. 1C proqramını məncə eşitmiş olarıq. İndi gəldik verilənlər bazı idarə etmə sistemlərinə, yəni WebEx-lərə. Verilənlərin bazaya daxil edilməsi, onların təsviri, sorğuların, əməliyyatların aparılması hamısı verilənlər bazası idarə etmə sistemlərindədir. Verilənlər bazası ilə bağlı olan suallarda elə yazılı verilənlər bazası. Yəni burada açar söz verilənlər bazasıdır. Bu proqramlara aiddir Foxbase Plus, Foxpro, Clipper, Informix, MySQL, Cbase, Airbase, Paradox, Ingress, DataEase, Progress, Access, Oracle, MSSQL Server, DBase və OpenEdge. Hamısı verilənlər bazası ilə bağlı olan proqramlardır. Gəldik indi isə inteqrallaşdırılmış paketlər. İnteqrallaşdırılmış paketlərə aiddir Office proqramları. Microsoft Works və Frameworks. Office proqramlarından biz nələri bilirik? Word, Excel, Access, PowerPoint, Publisher, SharePoint, OneNote, InfoPads, Outlook, Project və Visio. İndi baxaq 3 dənə Office proqramının tərifinə. Microsoft Office Project Office proqramıdır və Project sözü var. Burada layihələrin fərdi planlaşdırılması ilə bağlıdır. Yəni bir sözü layihələrlə bağlıdır. Gəldi SharePoint servis. SharePoint servisi siyahıların köməyi ilə dəyişilən tarixinə nəzarət edir. Silinmiş informasiyanı bərpa etməklə yerinə yetirilən bir Office proqramıdır. Gəldi növbəti Office proqramı olan Visio. Mürəkkəb informasiyanın vizuallaşdırılması üçün istifadə olunur. İndi isə gəldi ekspert sistemləri. Ekspert sistemlərinə günümüzün ChatGPT-si deyə bilərik. Niyə? Çünki ekspert sistemləri ChatGPT funksiyasının həmsini yerinə yetirə bilirlər. Çünki bizim əvəzimizə qərar verir, bizə məsləhətlər verir. Ona görə də ChatGPT ekspert sistemlərinə aid etmək olar. Bəs ekspert sistemlər Yoksa nə deyim? izləyirlər müəllim onu, yoxsa az proqram kimidir o, heç kim yəni baxmır ona. Yox, heç kəs baxmır. Bildim yəni. Ekspert sistemləri deməli harda istifadə olunur? Müəyyən sahələrdə ekspertlər tərəfindən qoyulmuş qaydalar əsasında həmin müəyyən problemi həll edən, tövsiyələr verən, hətta qərar qəbul edən tətbiqi proqramların bir növüdür. Yəni, hər hansı bir ekspertlər nə zamansa qaydalar qoyub, həmin qaydaları da yükləyiblər proqrama. Proqram da artıq həmin qaydaları bizim qarşımıza çıxardır, problemi həll etməyə kömək eləyir, tövsiyələr verir, qərarlar qəbul edir. Tipdə istifadə olunan proqram emission proqramıdır. İqtisadiyyatda isə istifadə olunan expertise proqramıdır. Gəldi indi isə elektron təqdimat proqramlarına. Elektron təqdimat proqramlarına aiddir PowerPoint, Movie Maker. Gəldi indi isə audio və video oynayıcılar üçün istifadə olunan proqramlar. Bu proqramlara aiddir Windows Media Player Classic, WinUp və Busy Player proqramları. İndi isə baxırıq avtomatlaşdırılmış layihələndirmə sistemləri CAD proqramlarına. CAD proqramlarına aiddir AutoCAD, ArchiCAD, OrCAD, MassCAD. İndi mən bunların hamısı sizə bir-bir göstərim. AutoCAD universitetdə bəzi tələbələr keçirlər bu AutoCAD proqramını. Belə bir proqramla
AutoCAD proqramlarında sən 2D, 3D ölçü layihələndirmə sistemi verə bilərsən. Məsələn, evin forması artıq bu cür olub AutoCAD proqramında. Sanki evi qurursan, özün qurursan, modelləşdirmə olaraq. Bu AutoCAD proqramıdır. Növbəti gəldi OrCAD proqramı. OrCAD proqramında isə elektron qurğuların modelləşdirilməsi üçündür. Məsələn, biz hər hansı bir çipin necə əmələ gəldiyini görə bilərik. Baxın, bu cürdür onun modeli. Modeli bu cür qurulur. Ona görə də deyirlər ki, elektron qurğuların modelləşdirilməsi üçün istifadə olunan proqramdır OrCAD. Gəldi MATLAB. MATLAB sözündə məz var, yəni riyaziyyat. Riyazi modelləşdirmə üçün istifadə olunur. Baxın, belə bir şey. Riyazi modelləşdirmədə istifadə olunur. Növbəti gəldi ArchiCAD. ArchiCAD isə bu cür bir proqramdır. Evləri hazırlamamışdan əvvəl onun birinci xarici görünüşünə və yaxud da ki, evin dizaynına, içinə baxırlar. Bu da ArchiCAD proqramı vasitəsilə edirlər. Belə. Demək, biz nələrə keçdik? AutoCAD 2D, 3D ölçü layihələndirmə sistemidir. OrCAD elektron qurğuların layihələndirmə sistemidir. MATLAB riyazi modelləşdirmədir. ArchiCAD isə tikinti mebel sahəsində istifadə olunan bir sistemdir. Biz artıq ümumi təyinatlı proqramları burada bitirdik. Növbəti gəldi isə üsul yönlü proqramlar. Üsul yönlü proqramlar riyazi iqtisadi məqsədlər üçün istifadə olunurlar. Bu proqramlara aiddir MATLAB, MATLAB, Matematika, StatsNetwork, Statistika, Maple, Simplex, Brave və TickSolver proqramları. MATLAB proqramı həm ümumi təyinatlıda var, həm də üsul yönlüdə var. Baxın, MATLAB həm yuxarıdadır, həm də aşağıdadır. Gəldi problem yönlüyə. Problem yönlü tətbiqi proqramın adı burada verilməyibdir, yaxşı ki, bəsarda istifadə olunur. Sənəyə və qeyri-sənəyə sahələrində istifadə olunur problem yönlü tətbiqi proqramlar. Gəldi indi isə qlobal kompüter şəbəkələri üçün istifadə olunan tətbiqi proqramlar. Bunlara aiddir naviqasiya və brauzer proqramları. Naviqasiya və brauzer proqramlarına aiddir Netscape Navigator, Internet Explorer, Microsoft Edge, Google Chrome, Mozilla, Firefox, Safari, Maxston və Opera proqramları. İndi isə baxaq elektron poçt proqramlarına. Elektron poçt proqramlarına normalda bilirik ki, adı e-maildir, amma burada adı verilməmişdir. Outlook və Edoran adı verilib. Və gəldik, bank sektorunda beynəlxalq ötürmələrin təşkili üçün istifadə olunan proqramlara. Buna aiddir Sprint, Reuters və Swift proqramları. Bununla da bizim tətbiqi proqram təminatımız bitdi. İndi isə baxırıq 4.3-ə instrumental proqram təminatı. İnstrumental proqram təminatı proqramlaşdırmadır. Proqramlaşdırma. Proqramlaşdırma dilləri sistem proqram təminatı ilə tətbiqi proqram təminatını yaratmaq üçündür. Sistem və tətbiqi. Nəyə yaradır? Sistem və tətbiqi proqram təminatını yaratmaq üçün istifadə olunan nədir? İnstrumental proqram təminatı, yəni proqramlaşdırma dilləri. Proqramlaşdırma dilləri iki hissədən ibarətdir. Aşağı səviyyəli dillər, yuxarı səviyyəli dillər. Aşağı səviyyəli dillərə aiddir assembler dili. Aşağı səviyyəli dillər budur ki, insanlar tərəfindən çox çətin başa düşülən dildir. Yəni, normalda indi hamı gedir proqramlaşdırma öyrənir, hamı proqramlaşdırmanı öyrənə bilir. Çətin də olsa öyrənə bilir. Amma aşağı səviyyəli dillərdə olan assembler dilini öyrənmək dəhşət çox çətin idi. Ona görə də artıq aşağı səviyyəli dillərdən demək olar ki, istifadə olunmur idi. Gəldi yüksək səviyyəli dillər. Yüksək səviyyəli dillər insan dilinə yaxın olan dillərdir. Günümüzdə istifadə olunan proqramlaşdırma dilləri yüksək səviyyəli dillərə aiddir.
Bəs hansı yüksək səviyyə dillər var? Algol, Fortran, Basic, C, Ada, Pascal, Cobol, PL1, RPG, Lisp, Prolog, Python, Ford, Simula, Delphi, C++, C Sharp, Java, HTML, PHP, JavaScript, ASP.NET, Scala, Ruby, Planner, C Sharp, Common Lisp, APL, Iconsets, VBS Script, Perl, Eiffel, Occam, Linda, Fisharp. Bu proqramlar hamısı aiddir proqramlaşdırma dillərinə. Hamısı yadda. Müəllim, üzr istəyirəm. Bu qədər Bəli, bu kursunda oxuduqlar öyrənmək lazımdırsa. Ada, Pascal, Cobol. Bunların hamısını yadda saxlamaq olmaz həyat boyu müəllim. Yadda saxlayanlar var amma bir sual. Müəllim bu qədərini, yəni bu qədər şəxsən mən öz adıma deyirəm, məndə o baş yoxdur da, bu qədər onda alim olardım mən. Bu qədər yadımda saxlasaydım. Bir dənə adları yadda saxlayacaqsan da. Məsələn, burada bax, belə deyək də. Yadda saxlamaq üçün əslində hər bir insan neyini, nə ilə əlaqələndirir. Məsələn, Eiffel sözü var, düzdürmü? Eiffel yadda saxlamaq çətindir. Rabi zümrüd deməkdir ingilis dilində. Zümrüd. Sonra məncə Java-nı ən azından bilərik, eşidərik. C Sharp-ı eşidərik. C++-ı eşidərik. Delphi nə yadda saxlaya bilərsən? Sonra VBS, verilənlər bazasından yadda saxla. Icon, ikonlar. Linda, Müəllim sizə hal aldı. Mən saxlaya bilmərəm də, yəni. Allah haqqı saxlaya bilmərəm. amma 4-cü bölmədən bunlar düşür axı. Testləri işləyəndə görəcəksən ki, proqramların adlarını bilməsən, sən testləri işləyə bilməyəcəksən. Gələk indi Bildim. baxaq. Translyatorlar. Translyatorlar iki hissədən ibarətdir. Kompilyator, interpretator. Translyator bəs özü nə idi? İlkin proqram maşın dilinə çevirən proqramlardır. Nədir? İlkin proqramı maşın dilinə çevirir. Yadınızdadır, biz bunu algoritmdə keçmişdik translyator anlayışını. İlkin proqramı nəyə çevirir? Maşın dilinə. İki hissədən ibarətdir. Kompilyator, interpretator. Kompilyator kompleks sözündən götürülüb bütünlükdə maşın dilinə çevirir. Amma interpretator isə hər bir operatoru ayrı-ayrılıqda hissə maşın dilinə çevirir. Gələk indisə baxaq IDE, yəni proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti. Bu proqramlara aiddir Eclipse, NetBeans, Empercadero Rad Studio, Microsoft Visual Studio, Turbo Pascal, Pascal ABS, Dev C++, PL SQL Developer, Oracle SQL Developer və s. Və mən sizə quiz işlədəcəm inşallah 4-cü bölməni bitirəndən sonra. Hamısının adları var orada. Tələbələrim var mənim ki, əyanı gəlirlər, o qədər həqiqətən də kitabın üstündə yatırlar da yəni. Və gedirlər 20-də 20 yazırlar. Hər bir bölmə quizindən. Və hətta məsələn bilməyəndə belə kitabı gözünün önünə gətirirlər, hər birindən çünki kitabları və telefonları yığıram. Yazırlar. Yəni demək istədiyim odur ki, belə tələbələr var Vüsal. Yüksək nəticə üçün oxuyurlar, əziyyət çəkirlər. Vallahi müəllim, əziyyət çəkmək məndə belə pis çıxmasın, əziyyət çəkirəm, səhərə qədər dərs oxuyuram. Amma məsələn mən oxuyuram, üstündən ki, ardından 3 dəfə, 4 dəfə, 10 dəfə oxuyuram. O balaca uşağa deyərsən, oxuyar yadında qalmaz. Mamas deyir 10 dəfə oxu, 20 dəfə oxu. Mən də özümə deyirəm, müəllim oxuyuram, amma yenə yadımda qalmır da. Nə olsun ki, oxuyuram. Onda testlər O qədər üzərində sözlər pisdir, testlər müəllim. Sözlər pisdir. Elə sözlərdir ki, nə hərflər bir-birindən tutuşur, nə bir şey tutuşur, nə nəsə tutuşdurub yadında saxlaya bilmirsən. İnşallah testlərdə görəcəksən ki, yaxşı işləyəcəksən. Səbirli ol. İnşallah. Case texnologiyası. Case texnologiyası nədir? Mürəkkəb informasiya sistemlərinin yaradılmasına tətbiq olunur. Və bunu da xüsusi vurğulayım ki, mürəkkəb, case. Mürəkkəb informasiya sistemlərinin yaradılmasındadır. Bu proqramlara aiddir. Application Development Workbench, bu Pərvindən yadınızda saxlayın. Crystals, ClearCase, Composer, Discover Development Information System. Uzun adlar da hamısı görsən. Development sözləri var. Development sözləri hardadır? Case-də. Çünki mürəkkəbdir axı. Proqram adları burada bitdi.
İndi gəldik proqramın endirilməsi, quraşdırılması və yüklənməsi anlayışlarına. Mərhələlər hər zaman birinci proqramın endirilməsindən başlayır və proqramın yüklənməsində bitir. Biz telefonumuza hər hansı bir proqram yükləyirik. Məsələn, gəlirəm oraya yazıram Telegram tutaq ki. Telegram. Orada yazılır download. Download nə deməkdir? Endirmək. Download-u kliklədik. Bu zaman nə baş verir? Kompüterimizə və yaxud da telefonumuza internetdən xarici yaddaşına yüklənməsi nəzərdə tutulur proqramın. Download olunan da internetdən xarici yaddaşına köçürülməsi nəzərdə tutulur. İkinci mərhələ gəldi proqramın quraşdırılması. Proqramın quraşdırılması bilirsinizmi nədir? Siz Android telefonlarında proqramı endirdikdən sonra sizə bir pəncərə açır, deyir proqramı quraşdır. Həmin o quraşdırılma mərhələsində xarici yaddaş qurğularından sərt diskinə köçürülməsi nəzərdə tutulur proqramın. Sərt disk SSD, HDD diskləridir, yəni hard diskdir. HDD diskidir. Bu zaman sərt diskdə program files bölməsində yadda saxlanılır həmin proqram. Və genişlənməsində isə exe olur, faylın adı isə olur setup.exe. Yəni biz hər hansı bir artıq proqramı kompüterimizə yükləmişik, yəni quraşdırmışıq. Bu zaman həmin faylın adı olur setup.exe, saxlandığı bölmə isə olur program files. Üçüncü mərhələ artıq proqrama daxil olmaqdır. Proqramın üzərinə kliklədik, proqrama daxil olduq. Bu zamanda xarici yaddaş qurğularından əməli yaddaş yüklənir. Yəni ən son mərhələdə hara yüklənir? RAM-a. Çünki sən proqramı istifadə edirsən. Ardıcıllıq necə oldu? Birinci proqram hər zaman endirilir. Sonra telefona quraşdırılır. Daha sonra isə sən artıq həmin proqrama daxil oldunsa, bu zaman proqramın yüklənməsi baş verdi. Gələk indi isə baxaq freeware, share və ya demo proqramlarına. Freeware sözündə free var. Yəni nədir? Pulsuz deməkdir. Limitsiz, heç bir ödəniş təklif olunan proqramlardır. Yəni, belə deyək də, freeware proqramlarında necə olur? Ödənişsiz proqramlardır. Növbəti gəldi shareware proqramlar. Shareware proqramlarda isə belədir. 15 gün, 1 ay müddətində pulsuz istifadə edirsən. 15 gün, 1 aydan sonra isə olur pullu. Yəni, bir müddət olur, həmin müddət ərzində pulsuz istifadə edirsən, sonra proqram artıq olur pullu. Buna da deyirlər shareware proqramları. Növbəti gəldi demo proqramlar. Demo proqramlar isə bəs nədir? Demo proqramlar budur ki, proqramın bir hissəsi işləmir. O, bəzən filtrlər istifadə edirik, bəzi filtrlərin üzərində diamond işarəsi olur, brilyant işarəsi olur. Bu deməkdir ki, həmin filtrin özü pulludur. Və yaxud da ki, biz hər hansı bir şəkil proqramındayıq, şəkil üzərində dəyişikliklər edirik, gəlirik save etmək istəyəndə, yəni yadda saxlamaq istəyəndə. Bu zaman deyək ki, yadda saxlanıla bilmir. Ya Pro versiyasını yüklə, ya da Premium versiyasını yüklə. Və bu zaman ekran görüntüsü almaq istəyirik, ekran görüntüsü də olmur. İcazə yoxdur çünki. Yəni, demək istədiyim budur ki, demo proqramlarında proqramın bir hissəsi işləmir. Niyə görə işləmir? Çünki həmin hissələr pulludur. Bu cür proqramlar demo proqramlardır. Növbəti gəldi Keygen proqramlar. Keygen proqramlar proqramları satın almamaq üçün istifadə olunur. Və limitsiz istifadə etmək məqsədilə istifadə olunur. Gəldik crack proqramlar. Mənim istifadə etdiyim Office proqramları crack versiyadır. Crack versiya əslində nədir? Pullu proqramların pulsuz versiyaları. Normalda heç kəs Office proqramlarına pul ödəmir. Əslində Office proqramları pulludur. Və pullu proqramların pulsuz versiyaları da alınır crack proqramlar. Crack proqramlar normalda bədniyyətli şəxslər tərəfindən yaradılır tərifdə. Amma əslində bunlar yaxşıdır ki, insanlara xeyirlidir. İnsanlar pul ödəmədən həmin proqramları istifadə edə bilirlər. Gəldim indi isə Portable, daşına bilən proqramlara. Portable daşına bilən proqramlar budur ki, biz hər hansı bir proqramı quraşdırmadan onu istifadə edə bilərik. Baxın, məsələn, WhatsApp kimi. WhatsApp necədir? WhatsApp budur ki, biz artıq nə edirik burada?
Deməli, yükləmədən mən bu proqramı istifadə edə bilərəm. Və yaxud da ki, Telegrama daxil olaq. Telegramı mən yükləmədən mən Telegrama daxil ola bilərəm. Hardan? Hər hansı bir proqramın daxilindən. Yəni mən Telegramı kompüterimə quraşdırmamışam, amma proqramdan daxil ola bilərəm. Bu da adlanır nə? Telegram, daha doğrusu daşına bilən proqramlar. Bununla da 4.3-də bitdi. Və ən sonda cədvəldə isə ümumidir. Sistem proqram təminatının proqramları yazılmışdır. Sonra yazılmışdır aşağıda tətbiqi proqram təminatı, daha sonra isə instrumental proqram təminatı. Hər birinin proqramlarını da burada yenidən ayrıca veriblər. Dərs bitdi. İndi isə istəyirəm bunların testlərinə baxaq. Görək bəs testləri bizə necə düşür? Bir də birazdan sizə quiz işlədəcəm. Birinci sual. Hansı əməliyyat sistemi deyil? Macintosh əməliyyat sistemidir, iOS əməliyyat sistemidir, Android əməliyyat sistemidir, Linux əməliyyat sistemidir, amma Opera nədir? Naviqasiya və brauzer proqramı. İkincini deyin görüm evdə dərs oxuyanlar. Detektor antivirusunun vəzifəsi nə idi? Deydi müəllim, əməliyyatdaşı xarici Bəli, qurulmuşdur. detektor antiviruslar əməliyyatdaşda və xarici qurğularda yalnız onlara məlum olan virusların axtarışını təmin edir. Üçüncü, backup və AWAS proqramları üçün hansı oxşar xassələr var? Backup utility idi, düzdürmü? Utility. B Ehtiyac variantı. yaratmaq üçün istifadə olunurdu. AWAS'dakı antivirus. B4, hər sıfırlar sıxışdırıb. Və hər ikisi də nəyə aiddir? Servis proqram təminatına aiddir. Hər ikisi servis proqramlardır. Tətbiqi proqram deyil. B variantı yanlışdır, instrumental yanlışdır, antivirus da yanlışdır. Hər ikisi xidmətidir, yəni servis proqramlarına aiddir. Gəldim 4-cü suala baxıram. Əməliyyat sistemlərinin proqramları hansılardır? OS2 Əməliyyat örtükləri hansılardır? PC Shell, DOS Navigator. Şəbəkə əməliyyat sistemi hansıdır? IBM LAN. Avira burada antivirus proqramıdır. Antivirus. Deməli, 1-ə oldu A, 2-yə oldu C, D, 3-ə də aid oldu B. A variantı. 5-ci sual. Deyir, antivirusun tiplərini seçin. Antivirusun növləri hansılar idi? Filtrlər, vaksinlər və yaxud da ki, immunizatorlar, bir də müfəttiş proqramlar. 2, 4, 6. B variantı. Təhlükəsiz hansı idi müəllim? Virusların növlərinə aid idi. Viruslar. Virusların deskriptiv imkanlarına görə növləri. 6. Antiviruslar verilmiş variantı seçin. Siz deyin. C değil mi? C, bəli, doğrudur. A variantında Pascal'la Paint getdi. B variantında Lexicon Lisp getdi. C variantı doğrudur. D variantında Delphi, Access, PowerPoint əlaqəsizdir. Y variantda hamısı proqramlaşdırma dilləridir. Bir dənə burada Avira var ki, bu antivirusdur. Antivirus. Avaz.
7. Arxivləşmə proqramını seçin. D. D variantı bəli biliniz. Restore utility, utilit. Avast antivirusdur. Filter antivirusun növüdür. Solaris'dəki əməliyyat sistemidir. 8. Neçəsi arxivləşdirmə proqramıdır? Demişkin ki, tərkibində Z hərfi olanların əksəriyyəti nəyə aiddir? Arxivləşdirmə proqramına. PZip, WinZip, 7zip, IZAP. Neçəsi aid oldu? 4 dənəsi. Burada Panda, Avira antivirusdur. Dost navigator deməli aiddir əməliyyat örtüyünə. Backup'da utilitdir. 9. Yaşayış mühitinə görə virusların növləri hansıları idi? Fayl yükleme, şəbəkə virusları. Onlardan da sadəcə verilmişdir. Burada yükləməsi. 1 aiddir D. Deskriptiv imkanlarına görə çox təhlükəli, təhlükəsiz, ziyansız. 2-yə aiddir B-yə. Alqoritmik xüsusiyyətlərinə görə troyanlar, parazitlər, soxulcanlar və s. 3-ə də aiddir C. 1-də, 2B-yə, 3-ə də aiddir C. Rezident burada aid idi yaşayış mühitini yoluxdurması ona görə. 10-cu sual. Xidməti proqramlara aid olmayanı seçin. Xidməti proqrama aiddir. Demək, kompüter diaqnostikası proqramları, utilitlər, antiviruslar. System information utilitdir. Aiddir. Disk defragmenter utilitdir. ScanDisk utilitdir. Recover utilitdir. Amma Babylon isə lüğət və tərcümə proqramlarına aiddir. Tətbiqi proqramdır. Onu gördü oldu yanlış. 10 dənə sualımıza baxdıq. 10 dənə sualda gördük ki, nə keçmişsə hamısı düşübdür. Deməli bir dənə nə etmək lazımdır? Oxumaq lazımdır. Rekordu dayandırım.